Salam qızlar, sabahınız xeyir. Dünən sol bacınızı rəyləşirəm. Uy, ayağım burxuldu. Qızların otağını tərtəmiz elədim. Yorğan yastıq neydi? Pastellər yumuşdum dünən yusrağa gün. Pastellərə isrən axşam yumuşdum. Onlar dünən yağış yağırdı, külək. Gətirdim belə bunların otağına sərdim ki, otaq temperaturuna gəlsin. İndi onları qatlayıb qaldıracağım. Pakrivalların, yastıq üzlərin zadını yumuşam. Orada bir-iki dənə paltar var. İndi gəlirəm onları götürməyə. Bu otaq tərtəmizdir. Lüstruna qədər silmişəm. Bir dənə pərdə yummayıb. O da ki, indi yummayacam. Laf yayın o istisində yuvarım. Burada da gəldim, indi pəncərəni açdım. Bu ədyalları gecə yumuşam. Gətirdim, bura atdım. Çünki çöl indi günəş görsənir. Bilirsiniz, axşam nə idi? Dəhşət. Dünənki videomun axırında gördünüz də. Fırtına idi. Elə belə fırtına yox. Mən ancaq elə dua eləyirdim ki, Allah xeyrisi ilə yağsın. Bu külək dayansın. Dəhşət bir şeydir. Bu yekə ağac var. Bax bu. O gün qonşum mənə göstərir ki, bax onun həyətində belə yekə odun var. Əlində də kofe var. Bir qoyum göstərim. Görürsünüz, o odun bu ağacın, bu böyük ağacın üstündən qırılıb düşür. Bax bunun üstündən. Bir dənə deyir. 2-3 dənəsi qırılıb düşüb. Biz görmədiyimiz onun içində demək elə quru budaqlar var imiş. Qonşum da deyir ki, onu kəstirmək lazımdır, təhlükəlidir. Həqiqətən təhlükəli durur. Baxın, hələ onun üstündəki onlar qırılıb budaqlar qalıb üstündə bəziləri. Belə nəysə, gedək həm kofemi içeyim, həm də nədə? Qızların pastelin zadını qatlayayım, pakrivalların zadını sərim. Günümüzə başlayaq. Mən günə düzdür çoxdan başlamışam. Sizinlə bir yerdə. Əlimdə kofe, zaryadka. Bugün gəlib evi təmizləyəcəm. İşdən gələndən sonra inşallah. Amma zalla qızların otağın yox. Ataşın otağın, indi Seyidxan da yatıb, Ataş da yatıb. Yoxsa o iki otağı indi də eləyə bilərdim, vaxtım var. Seyidxan deyir, biraz gec gedəcəm. Bugün həftənin 6-cı gündə Ataş evdədir. Ona görə də otaqlar qaldı axşama. Mən də saçımı darayım, saçım dəsmalın arasında qalmasın. Keçən dəfə Instagramda qabağıma bir dənə video çıxıb. Deyir ki, salonda derməyə yuyulan saçlar gec yağlanır. Amma evdə biz yuyanda tez yağlanır. O da deyir ki, saç ustası danışır. Deyir, çünki evdə deyir, saatlarla başınızda dəsmal saxlayırsınız. Valla düz deyir, mən indi işə getməsəm, həm də onu biləndən sonra tez açıram. Yenə də yağlanır, fərq yoxdur. Amma işə getməsəm, evdə olsam, bəlkə bir saatda, saat yarımda başımda dəsmal qalır. Deyirəm, qoy yaxşı qurusun. Əslində mənim saçım belə açan kimi dəsmaldan, heç 15 dəqiqə keçmir, tez quruyur. Tez quruyandır saçım. O təzə dünən Rosmandan aldığım şampunla yuyudum. Görə hələ nə göstərəcək. Bezmişik hər səhər saç yumaqdan. O qız soğanın suyunu demişdi. Onu da elədim gözünüzün qabağında. Nəsə əmələ gəlmədi. Bu saç yağlanmaq bizdə, biz bacıların hamısında var. Hamımızda. Məsəl üçün, bax, məndən keçib genetik gedir də. Üzü o izə gedir. Məndən keçib Ataşa, nədə, Anjeliya. Nərgizdə olmur, Nərgiz oxşayıb ata tərəfinə. Onlarda saç gec yağlanır. Anjeliyanın saçı kopya öz saçındır. Belə hamar, şumal olmalı. Ondan sonra mən də indi saçım tökülüb də bu qədərlə belə az. Əvvəl belə qalın, buradan uzun saçım var idi. Qalın uzun olub, amma həmişə düppədüz oldu. Belə vız saçım olmuyor. Mən əslən buruq saç xoşlayıram. Deyir, kimdə nə yoxdursa onu xoşlayır. O məsəldir, valla. Mən buruq saçdan ötürü ölürəm. Ya Allah. Eşitirsiniz sərçələrin zadına səsi nə gözəl gəlir. Ataş məndən Kayseri yağlaması istəyib. O uşaq onu sevir də. İnşallah
Sabah onun üçün bişirəcəm. Bir dəfə mağazin lavaşı ilə eləmişdim. Onu bəyənmədim. Deyir ki, öz pişirdiyim lavaş dadlıdır. Deyirəm, əlbəttə ki, evdə pişən lavaş dadlı olacaq. Ona görə də sabah ataş geçsin, onu pişirmək fikirləşirəm. Dəbə bir zəhmət düş aşağı. Düş. Saçımı baxın, necə düş. Az görsün öyle sizə. Çünki axşam darayıb yatmışam. Mən hər axşam saçımı darayıb yatıram. Pakırvallar da quruyub gətirib ora qoymuşam. Bunları bugün ütləməyəcəm, çünki bugün vaxtım yoxdur. Sabah ütləyərəm, sabah evdəyəm. Heç sevmirəm bazar gününə iş saxlayanda. Deyirəm 6-cı gündən eləyim. Cömür, düş aşağı. 6-cı gündən eləyim. Bazar günü səhər. Düz deyil, olur ki, bazar günü səhər saat 5-dən dururum. Amma yenə öz xoduma dururum. Biri var ki, beynimdə iş fikirləşən duram. Onu sevmirəm. Ki, beynimdə ancaq o qalır da, işlərim qalır, işim qalır, durmayağa işimi görürüm. Onu sevmirəm. Ona görə də 6-cı gün eləyib qutarmağa çalışıram. 5-ci gündən başlayanda lap qəşəng olur. Bax, dünən axşam elədim 2 otağı. 3-cü gün də eləyə bilərdim. Nəsə, dedim özlük olmaz. Sabah işə gedərsən, heç nə olmaz. Hara tələsirsən. Bəzi qızlarımız çox vaxt elə bilirlər ki, asandır, valla asan deyil. Bunu mən heç vaxt minnət mənasında demirəm. Ümumiyyətlə, asan deyil. İşə ged, işdən evə gəl, evi idarə elə. Yox. Keçən dəfə belə deyəndə bir izləyici yazıb ki, bəs kişilər ömür boyu işləyirlər, heç səsləri çıxmır. Kişilər işləyirlər, bacım. Birincisi, işləməlidirlər. Ailə qurublarsa işləməlidirlər. İndiyəsi ki, qadın da ailə qurubsa işləməlidir. Yox, elə bir məcburiyyət yoxdur. Sonrası da qadınlar qapını örtüm rahatlar. Kofemi də gətirim bir tərəfdən için. Sonrası da qadınlar həm uşağı idarə edir, həm yemək, içmək, evin təmizliyi, əyin, baş, hər bir şey. İndi evdə olan xanımlar nə işlər görürsünüz? Biz işləyənlərdə sizi kimi gəlib eyni şeyləri təsəvvür edin. Həm çöldə işlə, həm onda can qalar insanda. Həm gəl evdə eyni işləri təkrar elə. Ona görə də kişilərə nə var? Gəlirlər, hazır yeməkləri. Yeyirlər, başlarını qoyurlar, yatırlar. Biraz televizora zada baxırlar. Bu. Ama biz qadınlar belə dur. Dur ayağa kömür. Ay bala dur, pastelin üstünə gel biz onu. Dur, tez ol. İşə gedişəcəm. Kofe dağılacaq. Şəkərim bağışda neyini? Ona görə də işləyən mamalara Allah 2-3 qat güc qüvvət versin. Elə sizlərə də, evdar xanımlarımıza da. Vallahi evin düşüb bitmir, tükənmir, qutarmır. Mən işləməyəndə də görmüşəm də evdə olanda. Yəni işə gedirsən, işdə həm sənə sağ ol deyirlər, həm də maaş verirlər. Amma evdə o da yoxdur. Nə sağ ol yoxdur, nə maaş yoxdur. Heç nə. Gələn deyir, nə pişirmişsən? Gələn deyir, nə pişirmişsən? Ona görə də ən gözəl işləmək. Allah canımızı sağ eləsin. Başımızı salaq, Allah ömür verdikcə işləyək. Bunu belə hamar qatlayıb qoyanda
İndi mən bunu belə qatladım, belə hamarladım. Mən bunu belə 4 qatına da qəşəng ütü vurub götürəcəm. Oldu düpbədüz. Bu belə materialda Türkiyənin parçasıdır. Çox qəşəng. Çox hədsiz dərəcədə. Belə bunlar da gözləsin ütlənməkləri. Buna qoyacam dursun. Geçən dəfə Anjela gil bizdə olanda bunun ağzını sökmüşəm. Ailəni yastığını gətirməmişdi. Bu yastığı da çox hündür idi. Məndə də balaca yastıq yoxdur. Onu tez söktüm, içindən biraz çıxartdım, azaltdım. Dedim uşaq elə rahat yatsın. Amma nədir? Demişəm Anjelaya ki, bir də gələndə mütləq yastığını gətir. Mən hara getmişəmsə uşaqlarımın yastığını aparmışam. Niyə? Çünki o iyə, qoxa öz yastıqlarına örgənirlər deyə. Mən Anjelanın yastığının 3 uşağımın üçünə də işlətmişəm. Sonra ən birinci baxdığım uşaq var idi ha. Onu aparmışam. Özdə üzüm parçası baxın bundan idi. Belə parça idi. Onu apardım. Onun üstündə yatızdırırdım. Mən ümumiyyətlə baxdığım uşaqların hamısına elə baxmışam ki, onlara o qədər can yandırmışam ki, halal xoşları olsun. Çox can yandırmışam. Elə bilmişəm ki, öz balalarımdır. Vallahi bir dənə 9 ay gəzdirib dünyaya gətirməklə 4 ay. Onu baxıb böyüdənin əməyi əziyyətdir. Amma mən sizə deyim, vallahi çox vaxt o əməyi əziyyəti bilməyənlər var. Görməyənlər var. Allah bizləri həmişə yaxşı insanlarla qarşılaşdırsın. Biz işçilərin istədiyimiz nədir? Başımızı salıb aşağı bir tikə çörəyimizi qazanırıq da. Var haramçılıqla qazananlar da var. Amma vallahi mən öz adıma deməm, ancaq dərdim sərim odur. Halallıqla bir tikə evimə çörək gətirin, vəssalam. Başqa heç istəmirəm. Onu başqası görsə nə, görməsə nə, Allah mənim ürəyimi duysun. Bu yastıqlarda, yastıq üzləri trend yoldan vurmuşduq. Çox qəşəngdir da. Bunu tərəfə qoyum. Birisini taxaq. Dubu. Ay dubu. Bəlkə bəsdir, öldün da qolu qıçı yeməkdən. Saatdan xəbərim yoxdur, geçişərəm. Amma yox, tez durmuşam. Ya Allah. Tez durmaq çox qəşəngdir. Allah. Qızlar hələ evdə yoxdur deyə, ona görə yastıqların çıxıqları zadı yumuşam deyə pastel taxmıram da. Gələnə yaxın taxaram ki, qəşəng təmiz yatsınlar. İndidən niyə taxım ki? Mən bu il yorğan döşəyim yuyulmalıdır, öz taxt döşəyim yuyulmalıdır. Sonra ataşın döşəyi. Bu il yuyulmalı şeylər çoxdur. Taxt döşəyim inşallah sağlıq olsun. Bu fırtına, külək yatsa eləyərik. Yavaş yumaq lazımdır. Bunu gətirim, üzündə sərim. Buradan çıxaq. Bayaqdan sevinirdim ki, külək yoxdur, yenə təzdən külək başladı. Yumurtanı tələsdim, tez götürdüm. İçi biraz duru oldu. Əslində belə bərk istəyirdim. Amma olsun. Yenə də yiyəcəm. Dünən səhər də yemişəm 2 dənə soyutma yumurta. Axşam da gəldim evə, yemək var idi, amma yemədim. Yenə soyutma yumurta yedim. Yenə takmışam soyutma yumurta. Belə küncütlə. Axşam yanında duz vurmadım, yanında bir qısıq pendir yedim. Bunu arıqlamaq üçün, eləmək üçün yemirəm. Vallahi mən arıqlamaq istəmirəm. Yəni bu halımdan məmnunam. Mən çox belə qupquru taxta arıq sevmirəm. Sadəcə olaraq ürəyim istəyir, yerim. Bunları ziyan eləmirik. Hamısını.
Belə. Ya səbir. Bir-iki dənə qablarım çıxdı. Kömrə yemək pişirdim, verdim. Bir dənə bu kətən toxumun içində belə çöplər olur. Onları xoşlamıram. Kömrün yeməyin zadını verdim. Bir-iki dənə qablarım çıxdı. İndi onları yuyacağım. Bunu yiyeyim. Bu qədər bəsdir. Pendirlə yiyəcəm, duz vurmayacağım. Pendir çox qəşəng pendirdir, yağlı pendirdir. Oturum mən də yeməyimi yiyeyim, ondan sonra başlayaq işimizə gücümüzə. Bunları da yumuşam. Axşamdan ağzı açıq qoymuşam ki, içləri tam qurusun. Mən əslində sevmirəm plasması qab. Amma Nərgiz deyir ki, aynen bizə yaramır da, deyir, tez qırılır. Ona görə də plasmas butulkalar alır. Amma sevmirəm plasmas qab. Da belə, Soli bacınca nuş olsun. Gedim oturum, yiyeyim. Yumurtanın nətər yedim, heç bilmədim. Birdən dedim ki, gətirim buranı təmizləyim. İlham pərsi gəldi, Soli bacınıza. Buranı haçanda təmizləmirdim. Haçan deyəndə bir 15 gün olar. Bura çox tez qarışır. Ataş eşir tökür, ədviyyatları, pul biber axtarır, nə axtarır bilmirəm. Axır ki, qarışdırır. Produktlarımız çox şükür, Allah hamının ruzusunu versin. Hamısı doludur qablar. Bu artıq biraz qalanlar uzun düyü, yumru düyü bura qoymuşam. Çayız adamsın, boşaltdım. Gündəlik işlədirik deyə boşalır. Təzdən belə 10-15 gündən bir doldururam. Belə, bunlar da qəşəng sildim, təmizlədim hamısını. Buranı da təmizlədim. Baxın, mən bu maçalkadan alıram. Bu çox qəşəngdir. Amma bu dəfə bundan yox idi, bundan aldım. Bu da pisdir, amma bilmirəm, bu daha çox xoşuma gəlir. Nəysə, belə buraları da yığışdırdım, səliqəyə saldım. Burada elə bir şey yoxdur. Əslində istəyirəm dəsmalları bura köçürtmək, o sirməni boşaltmaq. O biraz uzun söhbətdir, hələ ki qalsın. Yavaş-yavaş axşam xaladilnikimin için sildim bu arada. Amma üzləri zadı qalıb. Niyə? Çünki mən gəlinə qədər axşam Ataş bütün hər yeri əlləkəsi eləyəcək. Ona görə bu işləri axşam eləyəcəm. Paltaryan maşınımı qoşmuşam öz təmizləmə proqramında. Bunu bu axır vaxtlar 2 aydan bir eləyirəm. Baxın, bu proqramda qoşan kimi öz dərəcəsi, öz yaxalama, öz sıxma rejimi qoşulur. Görürsünüz, heç satmamışım, amma öz-özündən köpüklənir. Yerin, yurdun, zirin, ziblin görmüyün. Neyin? Qaça-qaçan ev təmizləm. Bunlar da oradan çıxıb şu qapının içindən, yəqin ki, Nərgiz xanım alıb yeyib. Gətirək buranı da silək. Bu kətən toxumun zadım bir-birinin üstündən boşaltdım deyə. Ona görə stolun üstü batdı. Bugünlük bu qədər. İndi gedib hazırlaşa bilərəm. Ataş evdədir. Ataşa deyəcəm paltaryanın ağzını açsın qutarandan sonra. İnşallah ki açar. Limon duzu almışam. Onu da boşaltdım, dağıldı. Qorxudan qaba boşaltmıram ki, bu iki uşaq gördümü limon duzun elə yeyirlər ki, limonun üstünə limon duzu yeyirlər. Təsəvvür edin. Bax, bu turşunu yayırlar. Üstünə limon duzu, duz, limonu sıxırlar, 1000 dənə şey düzəldirlər. Onu boşaltdım qaba, amma arxaya gizlədim ki, onlar görməsin.
Hava o qədər gözəldir. Baxın, çox qəşəng. Buludları belə görəndə o qədər sevinirəm ki, təmizdir. Gül kimidir. Altıncı gündür, avtobus boş. Mən də rahat-rahat videomu montaj edeyim. Avtobusda oturmuşdum, sonradan avtobus doldu da. Gəlmişəm çıxışa yaxınlaşmışam. Bir xanımda olar 65-68 zat yaşı. Belə gəldim, yanında durdum. Birinci üzümə baxdı, sonra ayağıma baxdı. Belə ki, süzür da məni yuxarıdan aşağı. Baxır üzümə gülür, belə gülümsür. Elə də üzündə belə nur var da xanımın. Gülümsür, deyir. Bir söz deyim, deyirəm ki, hə, buyurun. Deyir, halal olsun. Deyirəm, niyə? Deyir, o qədər qəşəng geyinmişsiniz, o qədər qəşəng geyinmişsiniz. Deyirəm, çox sağ olun, Allah razı olsun. Deyir, çox xanım xatın görsənirsən. Deyirəm ki, çox sağ olun. Deyir, ay, bu lift 8-ci mərtəbədə olma, mənim ürəyim üzülür. Hə, deyir, çox xoşuma gəldiniz. Elə də belə xoş danışır ki, deyir, ora buralarını deyir, açıb qoyurlar. Vallahi deyir, onlara pis baxırlar. Deyirəm ki, bizim o yaşımızdır. Həmən mən heç vaxt belə açıq-saçıq geyinməmişəm. Ümumiyyətlə, belə yaşım az oldu, çox oldu. Açıq geyinməmişəm. Biraz da Seyidxanın etkisi var üstümdə. Belə yapışan paltar sevmir heç vaxt geyinməyi. Mən də sevməmişəm. Ay, bu lift niyə gəlmədi? Yəni ki, mən də heç vaxt elə geyinməmişəm. Seyidxan da elə qoymayıb da xoşlamır. Neyse kızlar, geldim çatdım, bilmiyorum da video az çəkmişəm, çox çəkmişəm. Baxaram, az olsa evə gedəndə davam eləyərəm.